Ya biz işkəncə çəkən oğlanlar mı eləyəcəyik? Bu işkəncədə əzab çəkən oğlanlar. Ya bunu cənab prezident eləməlidir. Bunun ayrı çıxışı yoxdur. Başqa yolu yoxdur bunun. Ya cənab prezident kimi bizim arxamızda duracaq. Ya da bu işləri özümüz eləyəcək. Bu işkəncə çəkən oğlanları. Xeyirdirmi? Maaş işkəncə verən oğlan gəzməlidir azadlıqda. Niyə gəzməlidir? Mənim gözümün qabağında. Yollarda o toxu yoxdur bizim gözümüzdə. Onlar görkək ya da bizim gözümüzün qabağında. Niyə? Niyə bugünkü günü o orada öldürən oğlanları, nə türmədə yatan, bizi işkəncə verənlər bugünkü günü hamısı azadlıqdadır. Niyə? Niyə azadlıqdadır? Cənab prezidentdən biz xahiş eləmişik. İndi deyirik. Hamımız eləyirik. Ki, yəni cənab prezident buna susmaq olmaz. Bu xəyanətkarları, bu ordunu bu günə qoyanları, bunun içində kimlər olanları, bunların hamısını özü cəzalandırmalıdır. Prezident kimi. Yox, əgər cənab prezident bunu özü belə baxmayacaqsa, nətər deyim, bu işi araşdırmayacaqsa, onda məcbur biz işkəncə çəkən oğlanlar özümüz. Bu işi özümüz eləyək. Bunun başqa yolu yoxdur. Onsuz da bizdə o səbir qalmayıb. Ya çöldə gəzdin, ya çərdə qal. Onsuz da biz bir yararsız bir şeylərik. Heç nəyə bizim qüvvətimiz yoxdur. Heç nəyə. Bugünkü günü bizim qüvvətimizi, gücümüzü, nətər deyim, hamısını əlimizdən alıblar. Amma alsalar da vicdanımızı, kişiliğimizi onlar bizim əlimizdən ala bilməz.